Serdar bəy, İmişli məsələsinin davamından təbii ki, xəbərdarsınız. Yəni indi Saleh Səmədovun oğlu da işdən çıxarılıb. İmişli rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini tuturmuş və bu qalmaqaldan sonra çıxarılıb. Üstəlik, Saleh Səmədovun yerinə təyin olunan bir bəy var idi, Vahid Tağıyev. O da bir gün sonra işdən çıxma haqqında ərizə yazdı. Əslində elə yazmalıydı, çünki onun da sinəsində Georgi lenti var idi. Bu məsələlər aydındır. Yəni bu mən belə başa düşdüm ki, təxminən atanın, yəni əməyinin, atanın əməlinin cəzasını uşaqdan, övladdan çıxırlar. Burası aydındır. Niyə YAP bu adamı öz sıralarından xaric etmədi? Bu sualı YAP-a vermək lazımdır, amma mən başqa şey deyirəm. Bu Saleh Səmədovun əmlakının, sərvətinin mənbəyi araşdırılmalıdır. Çünki bu elə bir ciddi siyasi addım atıb və elə bir ciddi siyasi bəyanat verib ki, bu Azərbaycan dövlətinə qarşı meydan oxumaqdır. Ona görə də bu adamın arxasında kimdir? O tədbiri kim təşkil edib? Onun Rus Mədəniyyət Mərkəzinə nə kimi əlaqəsi var? Və onun bugün əlində olan sərvət necə əldə olunur? Bunu dövlət yoxlamalıdır, Dövlət Təhlükəsizlik Xidməti yoxlamalıdır və bu adamın ola bilsin ki, xarici ölkələrlə çox ciddi əlaqələri var. Rusiya ilə məsələn. Bəs atanın, yəni əməlinə görə övlad cəzalandırılmalıdırmı? Atanın əməlinə görə, atıya görə oğlanı vəzifəyə qoyublarsa, elə atasına görə cəzalanmalıdır. Yox, oğlanlar özləri gedib. Azərbaycanda hansı uşaq öz gücünə gedib dövlətdə, hamısı dədəsinə, babasına görə vəzifəyə qoyulurdu. Ona görə də təbii ki, dədəsi, babası siyasi səhv eləyəndə balasına cavab verməlidir də. Siz elə düşünürsünüz ki, onun oğlu öz gücünə, potensialına, açıq rəqabət şəhətində gedib o vəzifəyə çıxır. Yox, mən onu bilmirəm, amma onu bilirəm ki, hər halda atıya görə övladı cəzalandırmaq səhv tendensiya. Əgər atıya görə övlada vəzifə verirlərsə, mükafat verirlərsə, atıya görə də övladın gözü çıxarılmalıdır. Necə? Sən nə danışırsan? Belə çıxır ki, mükafat alanda yaxşıdır, vəzifə alanda yaxşıdır, cəza alanda pisdir. Biz məsələni belə qoymalıyıq ki, qohumluq əlaqələrindən dövlətdə təmsil olmaq. Bu başqa məsələ. Ola bilsin doğrudan da ata da çox ləyaqətli bir adamdır. Oğul da ləyaqətli. İkisi də öz gücünə, potensialına dövlətdə təmsil olunur. Bu başqa məsələ. Bir də var ki, atasına görə vəzifəyə gelib, indi atasına gözünü çıxartırlar. Əcəb eləyirlər. Elə də olmalıdır. Və sənin ailəvi bu dövlət tutaq ki, imkan yaradıb, bu qədər oğurlayıbsan, yığıbsan, Sovet hökumətindən qalan zavodları, fabrikaya əlva keçirdibsən, özü milyoner aparsan, oradan da gəlsin Azərbaycan hökumətinə meydan oxursan. Deyirsən ki, sən niyə Türk bayrağını çıxardacaqsan ki, mən də Rus bayrağını çıxardacaqam. Sən kimsən ki? Özünə bir bax gör, cəmdəyə bax gör. Sən kimsən, dövlətçi deyirsən. Ölkə prezidentinin atdığı addım ama. Bunun atdığı addım ama. Amma o hakim partiyanın üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvlərinin 90%-i heç nə İlham Əliyevi tanıyır, nə də Yeni Azərbaycan Partiyasını tanıyır, nə də bilir ki, Yeni Azərbaycan Partiyası nə olacaq. Addan gedib yazıblar, o Yeni Azərbaycan Partiyasının kölgəsi altında rüşvətlə, korrupsiyanla, o cür oğurluqla məşğuldur. Xarici ölkələr agentliklə məşğuldurlar. Bu adam özü Yeni Azərbaycan Partiyasının üzvü olsa, partiyasının sədri 9 may paradına getmir. Bakıda SSR bayrağı çıxarılmır. Bakıda tutaq ki, onların orada elədiyi hoqqabazlıq edilmir. Bu gedib orada öz başına eləyə bilər. Səncə? Amma Sərdar bəy, onun xəbəri yoxdur Yeni Azərbaycan Partiyasının. Kənddəki aksiyada, yəni təkcə o 5-10 adam deyildi axı, yüzlərlə, 100-dən artıq adam idi. Yəni, o adamların hamısı... Onlar heç dərk eləmirdilər ki, yəni biz hara yığışmışıq. Əlbəttə dərk eləmirlər. Sinəmizdəki lentinədir, yəni bu dərəcədə aşağı təfəkkür var. Bəli, çox siyasi şuur inkişaf eləməyib. Bəli. Vaxtilə Yeni Azərbaycan Partiyasının... Onda o adamları niyə seçkiyə çağırırsınız? Ona seçkiyə çağırmanın mənası yoxdur. Yeni Azərbaycan Partiyasının gəncləri təşkilatı bulvarda Georgi Xalçını cəmaata paylayırdı. Ondan mən dedim ki, ay qardaşım, siz bilirsinizmi ki, bu Georgi Xalçın lenti nə deməkdir? Və yaxud da Rusiya orden verdi Azərbaycanda bir çox deputatlara, baş nazir müavinə. Hansı orden verdi? Rus torpaqlarının qorunmasına göstərdi ki, yəni Georgi ordeninin yeni variantını təqdim elədi. Məzmun eynidir yəni. Məzmun eynidir, əlbəttə eynidir. Biz elə bir ki, Rusiyadan birisi o uşaq doğulanda ki, göbək ciyəsini kəsmək var. Biz Rusiyadan ayrılmışıq, amma hələ Rusiyanın göbək ciyəmizi kəsməmişik. Dünən bizim partiyamız prezidentə müraciət elədi ki, Çar Rusiyasının və Sovet Rusiyasının simvollarının Azərbaycanda bu və başqa istifadəsi qadağan olunsun. Bu yoxdur, dövlətin belə bir qərarı olmalıdır ki, Sovet simvolları, Rus simvolları qadağan olunmalıdır Azərbaycanda. O bayrağı çıxardan və ya o simvolu gəzdirən
adamda məsuliyyət cəlb olunmalıdır. İndi belə bir qanun yoxdur, o deyəcək əcəb eləyirəm. Sizin hüququnuz var Milli Məclisə bir qanunvericilik təşəbbüsü ilə çıxış edin də. Belə Bizim bir qanunverici sənəd layihəsi təşəbbüsü ilə göndərin çıxış Milli eləmək Məclisə. hüququmuz yoxdur, çünki mən deputat deyiləm. O ancaq deputatlara verilir. Amma sizə yaxın olan deputatlar var. Onların Bizə yaxın olan vasitəsilə deputat yoxdur. Amma biz prezidentə müraciət eləmişik ki, Çar Rusiyasının və Sovet Rusiyasının simvolları Azərbaycanda qadağan olunsun. ancaq o da biraz o bizim bir tamaşaçımız yazdığı kimi butaforik effekt yaradacaq da. İçində yenə də Sovetin rəmzlərinə sevgi varsa onu küçədən yığışdırmaq nəyi dəyişəcək? Yəni o biraz da Qardaşım, məsələ var. biri var, sən Azərbaycanda, Rusiyanın da casus çoxdur, İranın da casus çoxdur. Biz indi onlar içində casus da icazə verə gəlsinlər, casusluqlarını açıq eləsinlər. Bu nə deməli şeydir? Mənə nə var onun ürəyi cəhənnəmə Rusiyanı sevsin ya şey sevsin. Dövlətin bir siyasət və xalqın minlərlə, 10 minlərlə insan qan töküb bu müstəqilliyi əldə edib. Hansısa bir boynuyoğun gedib oğurluq Rusiyada pul alıb arvadın uşağını dolandıracaq deyən biz imkan verməliyik ki, o Azərbaycan istiqlaliyyətinə qarşı, Azərbaycan müstəqilliyinə qarşı, Azərbaycan dövlətinə qarşı meydan oxusun. Ən azı prezidentə meydan oxusun. Sənin prezidentinin atdığı addıma bax, sənin atdığın addıma bax. Sən necə Yeni Azərbaycan Partiyasının üzvü ola bilərsən?